Azərbaycan dövlətinin kredit alaraq borca düşdüyü bir neçə nazirlik var. Onlardan biri hidromelorasiya və su agentliyi olub. Azərsu olub. Digər sahə Azər Avtoyol servisi alıb daha çox layihələri və kreditləri və eyni zamanda daha çox maliyyə gücü Azərbaycan enerji sektorunun üzərində olub. Bütün bunlarda olan birinci şəxslər Ramiz Mehdiyevin çətəsinə xidmət edib. Fəthullah Gülen üzərindən qurulmuş çətələşmə, eyni zamanda Soros üzərindən çətələşmə, sonraki dönəmdə Saidin üzərindən qurulmuş çətələşmə əsasında olan kadrolar, gənc kadrolar, batı yönlü kadrolar yenə də Ramiz Ənvəroviçin nəzarətində. Hər kəs də düşünürdü ki, Ramiz Ənvəroviçin kadri Əhməd Əhmədzadə su agentliyindən gedir, baş nazirə müşavir gəlir, amma bilmirdilər ki, oraya yenidən təyinat alan ayrı gənc kadrlar yenə də bunların öz adamlarıdır. Və beləliklə Azərbaycanla nəsil dəyişdirmə prosesini Moskva həyata keçirirdi. Xeyr, gələcəkdə hamısını görəcəksiniz. Faktları deyəcəm. Ramiz özü deyir ki, Ramizin arxasında duran güclərdir bunu təşkil edən. Ramizdə bu ağıl var ki, onu təşkil eləsin. Ramizdə ağıl olsaydı, bu oyunlara getməzdi. Dəyərçisinə danışırsınız. Burada fəlakət var, burada ölüm var. Burada bu kişinin gələcəyi yoxdur deyərdi. Qaçardı. Rusiyanın o gücünə o qədər də inanmazdı. Ağıl yoxdur ki, inandı. Ağıl yoxdur ki, onların bütün əmrlərini yerinə yetirdi. Ramiz Mehdiyev daha nasıl ağıl olacaq? Ramiz Mehdiyev burada sədaqətli qul kimi güclü icraçı olub. Ona nə deyiblər? Hansı paketlər açıb, o paketlər açıb icra edib.